o darmanın hamiləlik vaxtı dozası tam dəyişir. Və burada ilk öncə planda siz deyilsiniz. Sizin evladınıza dölə o zobun darmanın dozası ən vacibdir. Və ən vacib məqam ümumiyyətlə hamiləliyin hamısına aiddir. İlk 3 ay. Niyə? İlk 3 ay dölün hələ öz qalxan varibəzi yaranmayıb. 12-ci həftəsində yaranır. Ona görə o müddətə qədər tam anasının qalxan varibəzin fəaliyyətindən asılıdır. Əgər siz dərman qəbul edirsinizsə, mütləq ilk trimestrdə yoxlanmalısınız və ən böyük səhvlərdən biri doktor hamilə qaldım, zobun dərmanını dayandırdım. Ən böyük səhvlərdən biri, bəli. Bunu qəti sürətdə eləmək olmaz. Nəinki doza dayandırılır dərman, dozası artır. Artırılır. Hamiləlik zamanı o dərman çəkiyə uyğun təyin olunur. Yəni sizin hamiləlik zamanı çəkiniz artdıqca o dərmanın dozası da artırıla bilər. Hamiləlikdən öncə yoxlanış, yəni hamiləlik planı qurulan vaxtı gəlib yoxlanışdan keçsə daha düzgün olmaz. Ümumiyyətlə mən bugünkü günə əslində istərdim ki, hər bir qadın hamiləliyə planlaşdırılan o zob yoxlansın. Ona görə ki, bu proses gizli keçir və hamiləliyin özü zobu yaradan bir proseslər biridir. Hamiləlik zamanı yaranır.